Qutub deyəndə ağlınıza nə gəlir? Ağaylar, pingvinlər, bəlkə də bir neçə donmuş balıq? Amma əgər sizə desəm ki, bir zamanlar bu buzlu torpaqlarda elə varlıqlar yaşayırdı ki, təsəvvür belə etməzsiniz, nə deyərdiniz? Qutub həmişə indiki kimi deyildi. Milyonlarla il əvvəl bu ərazilər ekstremal şəraitdə sağ qalmaq üçün inanılmaz dərəcədə təkamüllanmış canlılarla dolu idi. Bəs onlar ölümcül soyuqda necə sağ qaldılar? Niyə yox oldular? Və görəsən bu unudulmuş canlıların bəziləri hələ də qutbun naməlum dərinliklərində sağ qala bilərmi? Əgər bu sirri açmaq istəyirsinizsə, bizimlə qalın. Qutub tənbəlləri. Bir məməli necə olur ki, həm yavaş, həm də qutbların ən çətin şəraitlərində sağ qala bilir? Tənbəlləri hər zaman tropik meşələrdə təsəvvür edirik. Amma əgər desəm ki, bir zamanlar buz dövrünə uyğunlaşan tənbəllər var idi, nə deyərsiniz? Milyonlarla il əvvəl Megalonyx adlı nəhəng tənbəllər Şimali Amerikada və hətta soyuq bölgələrdə dolaşırdı. Buz dövründə bəzi tənbəl növləri soyuğa uyğunlaşaraq yaşamağı bacardı. Megalonyx qarlı və soyuq ərazilərdə yaşayan xüsusi bir nəhəng tənbəl idi. Bəs onlar soyuq iqlimdə necə sağ qalırdılar? Qalın və suya davamlı tükləri buz kimi havada istiliyi qorumağa kömək edirdi. 1797-ci ildə Alyaska və Kanadada nəhəng tənbələ aid fosillər aşkar edildi. Bu tapıntılar sübut edirdi ki, tənbəllər bir zamanlar buz kimi iqlimlərdə də yaşayırdı. Onlar ehtimal ki, budaqlar, sərt yarpaqlar və hətta donmuş bitki kökləri ilə qidalanırdılar. Müasir marallar kimi onlar da soyuq iqlimdə bitən bitkilərdən yeyə bilərdilər. Qutub tənbəlləri yırtıcı deyirdilər, lakin çox təhlükəli düşmənləri var idi. Smilodonlar, ya qılınc dişli pələnglər və qədim canavarlar onların əsas ovcuları idi. Buz dövrü sona çatanda onların soyuq mühitləri yox oldu. Qidalandıqları bitkilər məhv oldu və onların sağ qalması çətinləşdi. Qədim insanların Şimali Amerikada bu heyvanları ovladıqlarına dair sübutlar var. Bəzi nəhəng növlərin uzunluğu 6 metrə çatırdı, təxminən bir fil boyda. Müasir tənbəllərdən fərqli olaraq onlar ağacların üstündə deyil, yerdə yaşayırdı və bəlkə də 2 ayaq üstə dura bilirdilər. Qutb timsahı. Buzlu torpaqlarda gizli bir ovcu yaşayırdı. Timsahlar təkcə isti bataqlıqlarda yaşamır. Bir zamanlar yer kürəsinin qutblarında vəhşi bir növ gəzir və ov edirdi. Təxminən 90 milyon il əvvəl təbaşir dövründə xüsusi bir timsah növü cənub və şimal qutblarında yaşayırdı. O dövrdə yerin temperaturu bugünkündən xeyli isti idi. Qutub bölgələri yağış meşələri kimi idi. Onların uzun və zirehli bədənləri var idi. Böyük gözlər qutub qışının qaranlıqlarında daha yaxşı görmək üçün təkamüllaşmışdı. Sərt və iti dişləri dəniz heyvanlarını və kiçik dinozavrları ovlamaq üçün mükəmməl idi. 2012-ci ildə Cənub qutbunda nəhəng bir timsahın fosilləri tapıldı. Araşdırmalar göstərdi ki, bu canlı Notosuçin adlanan timsahların qədim əcdadlarından biri olub. 66 milyon il əvvəl böyük bir meteorit yerin cəhənnəmə çevrilməsinə səbəb oldu. Kəskin iqlim dəyişiklikləri bu timsahların yaşayış mühitini məhv etdi. Qutblar tədricən donmağa başladı və isti şəraitə öyrənmiş növlər məhv oldu. Bu timsahlar bugünkü timsahlarla müqayisədə suyun donma nöqtəsinə yaxın olan suda belə sağ qala bilirdi. Bəzi növlərin uzunluğu 9 metrə çatırdı, təxminən bir avtobus qədər. Çoxları düşünür ki, dəvələr yalnız isti səhra heyvanlarıdır. Amma həqiqət bundan daha qəribədir. Təxminən 3 milyon il əvvəl Pleosen dövründə xüsusi bir dəvə növü qutub ərazilərində yaşayırdı. Bu dəvələr indiki Kanada və Alyaska bölgələrində dolaşırdı. Müasir dəvələrdən fərqli olaraq bu dəvələr soyuğa uyğunlaşmışdı. 2006-cı ildə Kanadanın Ellesmere adasında tədqiqatçılar qədim fosilləri aşkar etdilər. DNT analizləri göstərdi ki, bu adi bir dəvə deyil. Bu fosillər qutublarda yaşayan xüsusi bir növə aid idi.